Paragraf 3 say sistemləri və onun ikinci alt başlığı. Paragraf 3.2 say sistemlərində asan və qısa hesablamaq üsulları. Birinci növbədə onu deyim ki, əvvəlki dərsdən bildiyiniz qaydaların daha asan variantları haqqında danışacağıq. Yəni, misal üçün, biz vurma qaydası öyrənmişdik keçən dərs, bölmə qaydası öyrənmişdik. Baxın, bu dəfə öyrənəcəyimiz qaydalar həmin üsulların biraz daha sürətli olan variantlarıdır. Başlayırıq. İlk öncə, onluqdan, onluq say sistemindən ikilik say sisteminə sürətli keçid. Burada sol tərəfə diqqət eləyəsi olsaz, görərsiniz ki, 4, 16, 32, 128 kimi buradan yuxarı isə 2-nin qüvvəti şəklində olan ədədlər göstərilib. Yəni, bunların ortaq xüsusiyyəti 2-nin qüvvəti şəklində olmalarıdır. Deməli, uşaqlar, əgər verilmiş ədəd 2-nin qüvvəti şəklində göstərilə bilirsə, 4 bərabərdir 2 üstü 2. Onu ikilik say sistemində çox asanlıqla yazmaq olur. Necə yazırıq? Bir yanına 2, 0. Bunu da yazım, sonra məntiqini özünüz başa düşəcəksiniz. 16. Bu 2 üstü 4 bərabərdir. Bir yanına 4 dənə 0. Bax, bu sürətli şəkildə ədədlərin hamısı üçün keçərli deyil, amma ədəd 2-nin qüvvətidirsə, çox işimizə yarayır. Deməli, qayda nədir? 1 yazırıq, yanında bax, qüvvətdəki ədəd qədər sıfırlar yazırıq. 1 yazırıq, qüvvətdəki ədəd qədər sıfırlar yazırıq. Davam eləyəsi olsaq, 32, 2 üstü 5-dir. İndi birbaşa 1, yanına 5 dənə 0 yazırsınız. 128, 2 üstü 7-dir. Bir yanına 7 dənə 0 yazırsınız. Yəni, qaydamız bundan ibarətdir. Uşaqlar, bunun riyazi tərəfini deyəcəm. Yəni, siz birinci qrupsuz da, riyaziyyatla aranız yaxşıdır. Bəzən riyazi tərəfi deyəndə biraz da qarışdırırlar. Baxın, bu əslində riyazi olaraq nəyə oxşuyur? Riyaziyyatda 10 üstü 3 nə deməkdir bu? 1000. Yəni, normalda bunun yazılışına baxın. 10 üstü 3. Necə yazdınız? Bir yanına qüvvətdəki qədər 0. Əslində təzə bir şey deyil. Onluq say sistemində onsuz da bunu eləyirsiniz. Sadəcə onluq say sistemində onun qüvvəti, burada isə 2-nin qüvvəti şəklindədir. Əgər bunu belə riyazi olaraq analiz edə bilsəz, əlaqələndirə bilsəz, daha yaxşı yadınızda qalacaq. İndi bir neçə dənə də başqa şey göstərim sizə, biraz daha yaxşı anlaşılması üçün. Bax, tutaq ki, 64 ədədini verib mənə, deyir ki, bunu 8-lik say sistemində göstər. Normalda keçən dərs olan öyrəndiyimiz qaydamıza əsasən 64 bölünsün 8, 8 dəfə 64, çıxdıq 0. 8-i təzədən bölsək 1, 8, çıxdıq 0. Tərsdən yazdıq 1, 0, 0. Belə keçə bilərəm. Amma indi bunu belə yazıram. Biraz daha sürətli olsun deyə 64 nədir? 8-in kvadratıdır. Bərabərdir 1, yanına 2 dənə 0. 8-liyə keçdik. Bax, hamısı bir-birinə oxşardır. 2-nin qüvvətidirsə, 2-liyə belə asan keçə bilirsiniz. 8-in qüvvətidirsə, 8-liyə asan keçə bilirsiniz. Baxın, 256. Əgər 16-nın qüvvətidirsə, bu 16-nın kvadratıdır. Bu zamanda eyni qayda ilə bunu 16-lığa sürətlə keçə bilirsiniz. Biraz praktika eləsəz, dərsdən sonra da rahat yadınızda qalacaq. Bura qədər standart, hamısı bir-birinə oxşayan qaydalardır. Hamısı da dediyim kimi onluq say sistemindəki bu 10-un kubu bərabərdir 1000 və s. buna uyğundur. Yaxşı, bəs aşağıdakı bu 130, 260, 514 bunları necə eləyəcəyik? İmtahanlarda bu tip şeylər, ədədlər də düşür. Biraz böyük, məsələn 514 əvvəl imtahanda olub bu, magistr imtahanında. Burada məsələ nədir? Bax, bunu belə fikirləşirsiniz. 130 bərabərdir 128 üstəgəl 2. Diqqət eləyəsi olsanız, bax, belə bu tip verilən ədədlər, böyük ədədlər adətən 2-nin qüvvəti olmasa da ona yaxın olur. Və bundan sonra, bax, 128 2 üstü 7-dir. Üstəgəl, bu 2 üstü 1 deməkdir də. Bundan sonra da, bax, birinci, bir yanında 7 dənə 0. Bu da bir yanında 1 dənə 0. Sonra da alt-alta toplayırsınız. 0, 1, 0, 0, 0, 0, 0, 1. Belə. Bu formada. Bunu silirəm. Bunların üzərində evdə yenə Udemy-dən PDF endirib məşq eləyərsiniz. 260. 256 üstəgəl 4. Yenə 2 üstü 8 üstəgəl 2 üstü 2. Və bunu da eyni formada bir yanına 8, 0 və o biri də bir yanına 2, 0
şəklində yazırsınız. Yenə bayaqçı qayda ilə toplayırsınız. Eyni cür 514, 512 üstəgəl 2. Onu da özünüz evdə məşq eləyərsiniz. Misal üçün bir dənə də biraz fərqli bir şey yazıram. 41 burada olmayan bir ədəd. Yenə adi onluq sayı sistemində olan ədəddir. Təbii ki, 2-yə bölüb keçə bilərəm, amma bayaqki üsula uyğunlaşdırmaq istəyirəm. Bax, 32 üstəgəl 8 yazdım, amma bu 40 eləyir. Bir dənə də üstəgəl 1 yazacağım. Bunu da yenə 2 üstü 5 plus 2 üstü 3 plus 1-lə işimiz yoxdur. Bir bütün sayı sistemlərində 1 də elə qalsın belə. Bir yanına 5 dənə 0, bir yanına 3 dənə 0 və 1. Belə toplayırsınız. Və salam. Yəni, belə fərqli ədədlərdə parçalayırsınız. Əgər verilmiş ədəd 2-nin qüvvətidirsə, birbaşa yazırsınız. 2 üstü 5 olduğuna görə bir yanına 5 dənə 0 şəklində. 2 üstü 0 yaza bilər, amma ehtiyac yoxdur da. O əlavə iş görmək kimi bir şey olacaq. Suallarda fərqli şeylər soruşa bilər. Yəni, bu qaydalar biraz da öz məntiqinizi işlədib yazacaqsınız. 1-i 2 üstü 0 kimi yaza bilər uşaqlar. O, riyazi olaraq düzgündür, o problem deyil. Amma daha yaxşısı 1 və 0 bütün sayı sistemlərində 1 və 0-dır. Yəni, onun üzərində əməliyyat eləməyə ehtiyac yoxdur. Başlayırıq. Bir neçə dənə sual, sonra yenə izah. Uşaqlar, 64 ədədi nədir? 2 üstü 6-dır. Yəni, 1 yanına 6 dənə 0 yazmalıyıq. Kahootda daha çox tələsib səhv edirsiniz. Tələsməyin. Burada məqsədimiz öyrənməkdir. Yəni, birinci olmasanız da olar. Əsas məsələ düz yazın. Çalışın bütün sualları düz yazın. Uşaqlar, yenə eyni standart sual tipidir. Bir yanına 8 dənə 0 yazırsınız. Uşaqlar, burada parçalayırıq. 32 üstəgəl 2 şəklində. Yəni, 2 üstü 5 üstəgəl, bunda 2 üstü 1 kimi fikirləşin. Birincisi bir yanına 5 dənə 0, o birisi bir yanına 1 dənə 0. Belə. 0, 1, 0, 0, 0, 1 şəklində.
40 bərabərdir 32 üstə gəl 8. Birincisi 2 üstü 5, yəni bir yanına 5 dənə 0 yazırıq. O biri də 2 üstü 3, yəni bir yanına 3 dənə 0 yazırıq, sonra toplayırıq. Nömrə 7. Bu 2 qat xal verəcək, diqqətli oluruq. Uşaqlar 2 üstü 100. Bunu bir yanında 100 dənə 0 şəklində yazmalıyıq. 100 dənə 0. Amma məsələ orasındadır ki, birdə var axı, bir yanında 100 dənə 0. Ona görə bu 101 rəqəmli ədəd olur. Nömrə 8. 2 qat xal. Uşaqlar, bu da 8-liyə keçmək istəyirik. Bayaq dediyim kimi 64 bərabərdir 8-in kvadratı və 8-lik sayı sistemində bir yanına 2 0. Ən pis ehtimal 64 böl 8 ilə hesablaya da bilərsiniz. Ki, sürətli yazmaq üçün bu qayda daha yaxşıdır. Nömrə 9. Uşaqlar, bu da yenə eyni tipdir. On altılıq sayı sistemidir. Bəli, bu da 16-nın kvadratı olduğuna görə bir yanına 2 sıfırla 16-lığa asanlıqla çevirmək olur. Uşaqlar, hazır özü 8/5 formatında verib və 8-lik sayı sisteminə çevirdir. 1 yazırıq, yanına da 5 dənə 0. Vəssalam. Yəni, bayaq 64 necə yazdıq? 8-in kvadratı yazdıq, sonra 1 yanına 2 dənə 0. Yəni, bu da hazır 8/5-i verib də, bu daha asandır əslində. 1 yanına 5 0. Yəni, özümüzün fikirləşməyinə ehtiyac qalmır.
11. Tamamilə eyni məntiqdir. Bu da 16 üstü 4. Bir yanına 4 dənə 0 yazırsınız. Hə. Uşaqlar, indi baxacağımız üsul həm çox asan, həm də çox önəmli bir üsuldur. Çox işimizə yarayacaq və bir çox testləri sürətli işləməyimizi təmin edəcək. Deməli, solda və sağda iki sütun şəklində ədədlər görürsünüz. Bunlar hamısı ikilik say sistemində olan ədədlərdir. Hamısı ikilikdir da, indekslərini yazmamışam. Bunları çevirmək istəyirəm onluğa. Amma klassik köhnə qaydamız var idi. 1 vuraq, 2 üstü və s. O üsulla yox. Daha sürətli bir formada. Deməli, burada nə edirəm? Baxın, birinci, bundan başlayıram. Ən sağdakı rəqəmin üzərinə 1 yazıram. Sonra 2, sonra 4. Baxın, burada ardıcıllıq belə gedir. 1, 2, 4, 8, 16, 32 və s. 2-nin qüvvətləridir. Ya da 1 yazıb 2-yə vura-vura gedirik də deyə bilərsiniz. İndi diqqətlə baxın. 1, 2, 4 yazdım. 0-ın üstündəkini sildim. 4-lə 1-i topladım. Aldım 5. Gəldim buna. Yazdım 1, 2, 4, 0 yoxdur. Hamısını topladım. Aldım 7. 1, 2, 4, 8 yazdım. 0-ın üstündəkiləri sildim. Topladım 10. Gəldim bura 1, 2, 4, 8 yazdım. 0-ın üstündəki 4-ü sildim. Topladım 11. Gəldim növbətiyə. 1, 2, 4, 8, 16. Yenə sıfırların üstünü sildirəm. Alıram 21. Uşaqlar, bu üsul ən çox bax belə bu iki dənəsinə baxan ardıcıl. Bunlarda yaxşı işə yarayır. Niyə? Bax, yazdım bura 1. O birisiləri heç yazmıram. 2, 4, 8, 16. Sıfırın üstünü yazmıram. Onsa sonra silirəm axı. Oldu 17. Gəldim buna. 1, 2, 4, 8, 16, 32, 64. Oldu 65. Belə. Bir dənə bunu yadda saxlayın. Ən sağdakının üzərinə 1 yazırıq. Sonra 2-yə vura-vura sola doğru gedirsiniz. Vəssalam. Bundan sonra öyrənəcəyimiz, keçəcəyimiz hissələrdə də çox işimizə yarayacaq. İndi keçirik suallarımıza. Deməli, 1, 2, 4, 8. Sıfırın üstündə olanları sildik. 8 ilə 1-i topladıq, aldıq 9. Bu asandır uşaqlar. Öyrəşin buna. 1-dən başlayırıq, 2-yə vura-vura gedirik. Və önəmlidir. Uşaqlar, bütün suallar bu məntiqlə getməyəcək. Sadəcə bundan sonra öyrənəcəklərimizdə də bu lazımdır. Niyə belə? Uşaqlar, baxın 1, 2, 4, 8, 16, 32. Da sıfırların üstünə heç nə yazmadım. 35. Biraz daha diqqətli olun. Ola bilər çox tələsirsiniz tez yazmaq üçün. Diqqətli olun, düz yazın.
1, 2, 4, 8, 16. Bunları sildik. 8 ilə 16-nı topladıq. 24. Uşaqlar, indi tərs, bu baxdığımız qaydanın tərs əməliyyatını, tərsini icra edəcəyik. Bu dəfə 5, 12, 18, 8, 20, 17 bu gördüyünüz ədədlər onluq say sistemindədir. Və bunları ikilik say sistemində. Məsələn, 5-i ikiliyə keçmək istəyirəm, amma klassik qaydamız var idi. 5 böl 2, ondan eləməyəcəm. Nə edirəm? Bayaq ikiliyin üzərinə 1, 2, 4, 8 yazırdıq. Bax, 5-in altına bir dənə xət qoyuram, səliqəli olsun deyə. Yazıram 1, 2, 4, 8. 8-i yazmayacaqsınız. Niyə yazmayacaqsınız? Uşaqlar, qaydamız budur. 5-dən böyüyünü yazmırıq. 4-də dayanırıq. 8-i sildim. Bundan sonra baxırsan ki, bu ədədlərdən hansıları toplayanda 5 alınır? 4-dən biri. 2 lazım deyil. Bax, hansılar ki lazımdır? Onların altına 1 yazırsan, lazım olmayanın altına 0. Və 5-in ikilikdəki qarşılığı 1, 0, 1 oldu. Gəldim 12-yə. Diqqətlə qulaq asın uşaqlar. Qeyd aparmaq istəyirsə, dəftərlərinizə qeyddə aparın. 12, 1, 2, 4, 8, 16-nı yazmayacağım. 12-dən böyük heç nə yazmırsınız. 8-də dayandım. Sonra 12-ni almaq üçün mənə nə lazımdır? Hansıları toplayanda 12 alıram? 8 və 4-ü. Bunlara yazdım 1, digərlərinə yazdım 0. Baxın, bayaqki qaydanın birə-bir eynisidir. Bayaqkinin birə-bir eynisi. Gəldik 18-ə. 1, 2, 4, 8, 16. Yazdım, dayandım. İndi 16 və 2-ni toplayanda 18-i alıram. Bura 1, bura 1, yerdə qalanlarına 0. 8, 1, 2, 4, 8 yazdım. Bir dənə 8 yetərlidir. 1, yerdə qalanlarına 0. Amma əslində siz belə də eləyə bilərsiniz. Bax, 8 nədir? 2 üstü 3. 1 yanına 3, 0. O birisi, bu 2 üstü 3 daha asandır. Gəldik 20-yə. Yenə yazdım 1, 2, 4, 8, 16. Baxıram, 16, bir də 4, elə 20 verdi. Bunlara 1, lazım olmayanlara da 0 yazıram. 17-yə gəldim. 1, 2, 4, 8, 16. Bir dənə 16, bir dənə də 1 olanda kifayət eləyir. Bunlara 1, yerdə qalanlarına da 0. Bu da yenə lazım olacaq. Yenə lazım olacaq. Bundan sonra danışacağımız hissələrlə də. İndi bunlarla bağlı testlər gəlir. Elə tam bu göstərdiyim qayda ilə işləyin, buna öyrəşin. Deməli, 9-u yazdıq. 1, 2, 4, 8. Bu 8 və 1 yetərlidir, hə? 1, 1, 4-lə 2 lazım deyil. Bunlara da yazdıq 0. 1, 0, 0, 1. Növbəti sualımız. Yenə eyni cür 1, 2, 4, 8 yazdıq. 8 və 2 lazımdır bizə. 1, 1 və salam 0, 0. 1, 0, 1, 0.
Yazdıq 1, 2, 4. 4 üstəgəl 2, 6 üstəgəl 1. 7. Yəni hamısı lazımdır. Ona görə 3 dənə 1 alınır. Hə. Uşaqlar, indi gəldik çox önəmli bir hissəyə. Nəyə baxacağıq burada? İkilik say sistemində olan ədədin 8-lik say sisteminə keçirmə qaydası və ikilik say sistemində olan ədədin 16-lıq say sisteminə keçirmə qaydası. Bu arada uşaqlar sağ tərəfdə diqqət eləyəsi olsanız 16-lığın rəqəmlərini yazmışam. Əsas burada məqsədim odur ki, bu A, B, C, D, Y, F-in onluqdakı qiymətləri gözünüzün qarşısında olsun ki, rahat hesablaya biləsiniz. Elə siz də dəftərin bir kənarında bunu yazsanız, qarşınızda olsa, bundan sonraki testləri daha rahat işləyəcəksiniz. Deməli, uşaqlar, qaydamız nədir? Əgər ikilik say sistemində olan ədədi 8-lik say sisteminə çevirmək lazımdırsa, bu zaman biz bu ədədi, baxın, yazı istiqamətinin tərsinə belə 3-3 qruplaşdırırıq. Bu şəkildə. Əgər ədədi 16-lıq say sisteminə çevirmək lazımdırsa, ikilik say sistemindəki ədədi, bu zaman biz bunu 4-4 qruplaşdırırıq. Bu şəkildə. İndi diqqət eləyin. Bax, indeksin yanından başlayırıq. Yəni, sağdan sola doğru gedirik. Yazı istiqamətinin əksinə gedirik. Yəni, necəsə bunu yadda saxlayın da, indeksin yanından belə yadda saxlayın, başlayırıq. Yəni, 2-nin yanından. Və bu ayırma qaydaların məntiqi nəyə əsaslanır? 8 nədir? 8 2 üstü 3-dür. Bax, oradan əlaqələndirin, yadda saxlayın. Əslində, 8-lik say sistemində 8 dənə rəqəm var. Və bundan əvvəlki bölməmiz var idi. Paragraf 2.1 informasiyanın kodlaşdırılması. 8 müxtəlif simvolu kodlaşdırmaq üçün neçə bit lazımdır? 3 bit, düzdür? Bax, eyni yanaşma eləyirik. Yaxşı, 16-lıqda neçə dənə rəqəm var? 16 dənə. 16 müxtəlif simvolu kodlaşdırmaq üçün nə lazımdır bizə? 4 bit. Yəni, təməl məntiq budur. Biraz daha sadələşdirib 16 2 üstü 4-dür, 8 2 üstü 3-dür. Belə də yadda saxlaya bilərsiniz. Bu sərhədlərimizi təyin elədik. Sərhədlərimizi təyin eləyəndən sonra hər birini ayrı-ayrılıqda keçirdirik. 4-4 ayırandan sonra 8 2 üstü 3, ona görə 3-3 ayırdıq. 16 2 üstü 4, ona görə 4-4 ayırdıq. Bundan sonra hər qrupa müstəqil baxırsınız. Bax, 2-likdən 8-liyə əvvəlcə buradan başlayıram. Bayaq elədiyimiz qaydalardan istifadə edəcəm. 1, 2, 4. Bunu sildim, buradan aldım 5. Gəldim bura. 1, 2, 4. Topladım, oldu 7. Bu 1, o birislər olsa 0-dır. Bu oldu 1 və buna 1, 2 yazdım. Bu da oldu 3. Və cavabımız 3, 1, 7, 5. 8-lik. Keçirik növbəti. Sağ tərəfdəki ədədi də 16-lıqda göstərməliyik. 4-4 qruplaşdırdıq. Bundan sonra 1, 2, 4, 8 yazdıq. 2-ni silirik. 8-dən 4, 12, 13. 13-ün yerində D yazmalıyıq. Gəldik digər qrupumuza. 1, 2, 4, 8. Bunu silirik. Buradan alırıq. 7 və 1, 2, 4 yazdıq. 1-i sildik. 4-dən 2-ni topladıq. Aldıq 6. Və cavabımız 6, 7, D. 16-lıq. Və salam. Bax, burada artıq bundan əvvəl öyrəndiyimiz qaydadan da istifadə edirik. Siz normalda mütləq şəkildə ev tapşırığını işləməmişdən əvvəl, bu mövzuya gəlib testlərinə çatmamışdan əvvəl mütləq Udemy-dən təkrarən bir də baxmalısınız. Mütləq baxmalısınız. Bunların hamısını toplayanda 8-dən 4, 12, 1, 13 olur da. 13-ün əvəzinə də 16-lıqda D var. Belə, uşaqlar. İndi yəqin ki, bunlarla bağlı testlər gələcək. 16-lığın əlifbası qarşınızda olsun.
Uşaqlar, deməli, qruplaşdırdıq. 4-4, 16-lığa keç deyir. Ona görə 4-4 qruplaşdırırıq. Bu arada ön tərəfdə 2 dənə qalır. O önəmli deyil. İstəsəz belə sıfırlar artıra bilərsiniz, səliqəli görünsün deyə. Yəni sıfırların səliqəli görünsün, bundan başqa bir funksiyası olmur onsuz da. Elə bu şəkildə də saxlaya bilərsiniz, vaxt getməsin. Və 1, 2, 4 yazdıq. 4 ilə 1-i topladıq, aldıq 5. Bu bayaqçıdır, hə? 1, 2, 4, 8. Topladıq, nə deyir? 12, 1, 13 deyir. Bayaq da 13 almışdıq. Və bu da olur 2. 8-lik desə 300 qruplaşdırırsınız. 16-lıq desə 4-4 qruplaşdırırsınız. Daha diqqətli olaq. Düzlərimiz daha çox olsun. 2 qat xal. 8-lik say sistemində yazın deyir. Yenə eyni cür 8-lik dediyinə görə 300 qruplaşdırıb, sonra üstünə 1, 2, 4 yazdıq. 4 ilə 1-i topladıq, aldıq 5. Bu 1, 2, 4, o birisilər 0-dır. Buradan 2 alırsınız, buradan 1, 2, 4, 4-ü silirsiniz, 3 alırsınız və ön tərəfdə 1 hər yerdə 1-dir. Bayaq da dedim, isə 1-in, 0-ın üzərində fikirləşmirik. Təkcə 1 qalıbsa, elə olduğu kimi yazırsınız. Biraz da diqqətli olmağa çalışaq. Hə, indi keçdik növbəti anlayışlara. Deməli, bu dəfə tərs əməliyyatlar icra edəcəyik. Yəni, 8-lik say sistemində verilmiş bu ədədi çevirəcəyik 2-lik say sisteminə. Sağ tərəfdə isə 16-lıq say sistemində verilmiş ədədi yenə 2-lik say sisteminə çevirəcəyik. Uşaqlar, başlanğıc çox önəmlidir, ona görə çox diqqətlə qulaq asın. Bax, hər bir rəqəmi götürüb ayrıca çevirirsiniz. Birinci rəqəmimiz 5. Buradan yazıram, sonra tam hər şeyi həll edəndən sonra siləcəm hamısını. 5. 1, 2, 4 yazdım və mənə 4-dən 1 lazımdır, düzdür? 1, 1, 2 lazım deyil, 0. Bunu yazdım, 1, 0, 1. Gəldim növbəti 7-yə. 7-ni eyni qaydada yazıram. 1, 2, 4. 4 üstə gəl, 2 üstə gəl, 1. Hamısı lazımdır. Olur 3 dənə 1. Bax, 1-i harada gördünüz olduğu kimi yazırsınız. Gəldik bura 3. 3-ü də yazdıq. 1, 2. 2 plus 1. 2 dənə 1-dir bu da. 1, 1. Və uşaqlar, gəldik ən önəmli məsələyə. Baxın, əvvəlki hesablamalarda 2-likdən 8-liyə keçəndə 300 qruplaşdırırdıq. Burada da eyni məntiqlə belə deyirsiniz. Deyirsiniz ki, hər bir rəqəm 3 dənə rəqəmlə göstərilməlidir. 8-liyin hər bir rəqəmi 2-likdə 3 dənə rəqəmlə göstərilməlidir. Baxın, 5-in qarşılığı 3 rəqəmdir, problem yoxdur. 7-nin qarşılığı 3 rəqəmdir, yenə problem yoxdur. Və 1-in qarşılığında amma olmur. Nə edəcəksiniz? Bura 2-dən 0 yazacaqsınız. Gəlirsiniz bura 3-ün qarşılığı 1, 1. Burada 1-dən 0 yazırsınız. Və hər bir rəqəmin qarşılığı artıq 3 rəqəmdən ibarətdir. Bunu yazdıq. Daha sonra isə bunları birləşdiririk. Uşaqlar, buradakini yazmaya bilərsiniz. Buradakini yazmaya bilərsiniz. İndi hələ ki qalsın orada. Səliqə ilə yazaq. 0, 1, 1, 0, 0, 1, sonra 1, 1, 1, sonra sonuncu 1, 0, 1, 2-lik. Belə bir ədəd aldıq. Bu ədədi yazandan sonra da deyirəm ki, ədədin qabağında 0-ın mənası yoxdur axı. Bunu silək və tam cavabı alaq. Bilirsiniz nə yoxşuyur? Bax, tutaq ki, ədədimiz 25-dir. Önündə bir dənə 0 var. Ya bunu yazsaq da olar, yazmasaq da. Ona görə riyazi olaraq bir mənası olmadığına görə
biz daha sonra o ən qabaqda olan sıfırı silə bilərik. Belə. Və tamamilə eyni məntiqlə də 16-lıqdan 2-liyə keçirik. Burada isə hər bir rəqəmi 4-ə tamamlayacaq. Sonuncu rəqəmimiz D-dir. D-nin 10-luqdakı qarşılığı 13. Yazdım 1, 2, 4, 8. 8 və 4, 12. Bir dənə bu 1 lazımdır ki, 13 olsun. Bura 0. Yerdə qalanlara 1 yazdıq. Deməli, 1, 1, 0, 1. 7-ni bayaq çevirmişdim uşaqlar. Birbaşa yazıram. Burada da var idi onsuz da. 3 dənə 1-dir. 6, 6-nı çevirək. 1, 2, 4. 4 ilə 2 lazımdır mənə. 1, 1. Buna da 0 yazdıq. Oldu 1, 1, 0. Və keçirik yenə bayaqçı qaydamıza. Hər bir 16-lıq rəqəm 4 dənə ikilik rəqəmlə göstərilməlidir. D-də 4 dənə var. 7-də 3-dür. Ona görə ön tərəfə bir dənə 0 əlavə edirsiniz. 6-da yenə 3 rəqəm var. Bir dənə 0 buna əlavə edirsiniz. Sonra bunu silə biləcəyik. Problem deyil. Sadəcə indi təzə öyrənirik deyə tam qaydaya əməl etməyə çalışıram. 0, 1, 1, 0, növbəti 0, 1, 1, 1 və 1, 1, 0, 1. Bunu yazdıq. Bundan sonra da ön tərəfdəki 0-ı artıq yığışdıra bilərsiniz. Belə. 25 ədədində ədədin 25 olmasına heç bir önəmi yoxdur ki, 2-ni, 7-ni, 6-nı necə çevirirəmsə eyni formada. Yox, ön tərəfə sıfırlar, lap birincinin qabağına sıfırlar yazmağa ehtiyac yoxdur. Uşaqlar, mən cavablarda sıfırlı variantında yazmışam, amma siz yazmayın sıfır. Başqa testlərdə bu kodda yazmışam, başqa yerlərdə səhv çıxa bilər. Deməli, 1, 2, 3, 8-lik 2-yə çeviririk. Yəni 3-ü belə böl 2 ilə də yaza bilərsiniz, ya da ki, klassik, indi biraz əvvəl baxdığımız qayda, 1, 2 da 4-ə ehtiyac yoxdur da, elə 2 ilə 1 hər ikisi lazımdır mənə. 1, 1. Yazdım buna 1, 1. 2, 1, 0-dır. 2 elə 2 üstü 1-dir, belə fikirləşib 1 yanına 1, 0 kimi yaza bilərsiniz. Və 1 də hər yerdə 1-dir. Növbəti mərhələ hər birini 3-ə tamamlamalıyam axı. Buna bir dənə 0, buna bir dənə 0, buna da 2 dənə 0. Və 0, 0, 1, 0, 1, 0, 0, 1, 1 yazdıq. Daha sonra bunları yığışdırırıq. Burada gördüyünüz kimi yığışdırmasanız da düz cavab kimi götürülür. Problem yoxdur. Amma yəni riyazi olaraq yazırıq deyə burada artıq ön tərəfdəki sıfırların bir mənası qalmır. Yyirmi beş. Ha, uşaqlar, yenə eyni qaydadır. Bunun üstündən çox qalmayacağım. 1, 7, 1, 1, 1. Bu da 1. Buna 2 dənə 0 lazımdır. Buna 2, 0. Birləşdirəndən sonra öndəkiləri silə bilərik. Biraz sürətimizi artıraq. 16-lıq. Diqqətli oluruq.
Uşaqlar saat 10-da bitirə bilməyəcək. Yəqin ki, bir 5 dəqiqə ya 10 dəqiqə uzanacaq dərsimiz. Düzlərimizin sayı biraz az oldu. Uşaqlar F 15-dir. Burada çevirdim onu. 15 4 dənə 1. Yazdıq 1 1 1 1 və A da 10 deməkdir, onluqdakı qiyməti. O da 1 0 1 0 olur. 1 0 1 0. Məsələn. Baxaq görək düzgün cavablarımız biraz az oldu. Uşaqlar 1 0 A 3 rəqəmli ədəd. Bayaq A-nı çevirmişdim. Təzədən çevirmirəm. Birbaşa yazıram. 1 0 1 0. 0 hər yerdə 0-dır. 1 hər yerdə 1-dir. Sonrası asan. Bu 4 dənədir. Problem yoxdur. Bunun da qabağına sıfırlar əlavə edib 4-ü tamamlayırıq. Bunun da qabağına sıfırlar əlavə edirik. Amma birləşdirəndə bu önə düşəcək. Yəni sonra sıfırları silirik. Hə, uşaqlar, gəldik növbəti mərhələyə. Burada 2-nin qüvvəti şəklində verilmiş ədədləri 16-lıq və ya 8-lik say sisteminə çevrilmə qaydalarına baxacaq. Burada 2 dənə nümunə var. Amma ondan əvvəl mən biraz daha sadə bir şey yazacağam. Burada 2 üstü 9 yazılıb. Mən biraz daha sadəsindən başlayıram. 2 üstü 8 10-luq ədəddir və deyir ki, bunu çevir 16-lıq say sisteminə. 16-lıq say sisteminə. Mən deyirəm ki, bu 2 üstü 8, 256 bölüb çevirə bilərəm. Amma o üsulu eləmək istəmirəm. Ya da ki, 16 üstü 2 bayaq dediyim kimi fikirləşə bilərəm, çevirə bilərəm. Müxtəlif formalarda bunu həll eləmək olar. Hətta gəlin bunları yazaq. Bunu 2 üstü 8-i belə də yaza bilərəm. Bax, 2 üstü 4-ün üstündə 2, düzdür? Bu da 16 üstü 2. Bu da bayaq baxdığımız qayda ilə 1 0 0 edir. 16 üstü 2. Lap birinci dərsin əvvəlində öyrəndiyimiz qayda. Bu şəkildə çevirdik 16-lığa. Amma bunu istəmirəm. Başqa bir qayda eləmək istəyirəm. Bax, 2 üstü 8. 10-luq say sistemində olan ədəddir. Birinci növbədə bunu belə edirəm. Bir yanına 8 dənə 0. 2-liyə çevirdim. 2-liyə çevirəndən sonra da 2-likdən 16-lığa keçmə qaydası. 0, 0, 1-də hər yerdə 1-dir də, düzdür? Bunu da yazdım 1, 0, 0, 16-lıq. Bu formada. İndi gəlirəm buradakı suala. Birinci, 2 üstü 9 olana bunu yazıram. 2 üstü 9 bərabərdir. Bir yanına 9 dənə 0. 2-liyə çevirdim. Bundan sonra yenə bayaqçı qayda ilə belə 4-4 qruplaşdırdım. Bax, bu 0, bu 0. Burada 0-dan başqa heç nə yoxdur axı. Buna da 1-2 yazdım. 1-i sildim. Bu da oldu 2. Bərabərdir 2, 0, 0, 16. Uşaqlar, burada yəqin ki, problemli bir şey yoxdur. Bundan əvvəl baxdığımız anlayışlardır. Amma məsələn orasındadır ki, burada 2 üstü 8, 2 üstü 9 elə də böyük ədədlər deyil. Misal üçün, daha böyük 2 üstü 20, 2 üstü 25, 2 üstü 30 belə ədədlər verib məndən soruşa bilər. Deyə bilər, ilk rəqəm neçədir və ya tutaq ki, 16-lıqda yazsaq neçə rəqəmli ədəd alınır və ya burada misal üçün 24 var, 2 üstü 24. Mən bir yanına 24 0 yazıb bu şəkildə eləmək istəmirəm də, daha qısa yoldan eləmək istəyirəm bunu. Bax, onda belə bir məntiqdən istifadə edirik. Diqqət eləyəsi olsaz, bu 2 üstü 8-də 1-in yanında 8 dənə 0 yazmışam. 8 dənə 0-ı da 4-4 ayırmışam. Bax, 8 böl 4.
2. 2 dənə 0 buradan gəlib. Ön tərəfə də bir dənə 1 yazmışam. İndi bir dənə buna baxın. Bu 2 üstü 8-in əvəzinə təsəvvür edin ki, 2 üstü 20 var məndə. Deyir ki, bunu 16-lıqda göstər. İstəsəz bunu evdə dərsdən sonra özünüz yazarsınız. Bir yanına 20 dənə 0 yazıb qruplaşdırarsınız daha yaxşı anlaşılsın deyə. İndi mən bunu belə eləyirəm. Deyirəm ki, bunu 2-likdə yazsam, bir yanında da 20 dənə 0 olacaq. Bu 20 dənə 0-ı 4-4 qruplaşdıracağım, düzdür? 4-4 qruplaşdıranda 20 böl 4. 5 dənə oradan 0 gələcək. Birinci rəqəmdə 1-dir axı. Bax, onda bu 1 yanına 5 dənə 0 deməkdir. Bunu əgər belə başa düşmək çətindirsə, özünüz bir yanına 20 0 yazıb 4-4 qruplaşdırıb yoxlayarsınız. Daha anlaşılan olsun, daha yaxşı yadınızda qalsın deyə. Bir dənə də yazıram, biraz daha qısaldılmış formada. 2 üstü 20-dir ədədimiz. Deyirəm ki, 20 4-ə bölünürmü? Niyə 4-ə bölünməsini fikirləşirəm? 16-lığa keçirik deyə. 4-ə bölünürmü? Bölünür. 1 yazıram, yanında da 20-ni 4-ə böləndə neçə dənə qrup əmələ gəlir? 5 dənə. 20 böl 4. Yanına da 5 dənə 0 yazıram. İndi gəldik buna. 2 üstü 24. Əgər bu 2 üstü 24-dürsə, birinci fikirləşirəm 24 16-lığa çevrilir. 4-ə bölünürmü? Bölünür. Deməli, 1 yanında 24 böl 4. 6 dənə 0 olacaq. Bax, uşaqlar, bunlar yadda qalsın deyə biraz əziyyət çəkməlisiniz. Bəzən diqqət edirəm ki, deyirəm ki, misal üçün götür bir yanına 24 0 yazmaq istəmir. Əziyyət çəkmək istəmir. Amma halbuki götürüb onu bir dəfə yazsa, bir dəfə misal üçün tutaq ki, 2 üstü 16 yazsa, 16 dənə 0 yazsa, 4-4 qruplaşdırsa, ayırsa, bir dəfə əziyyət çəksə, tam olaraq məntiqin başa düşəcək. Bəzi şeyləri öyrənməkdən ötürü biraz əziyyət çəkməlisiniz ki, yəni birin yanına 20 dənə 0 yazmaq elə də böyük bir əziyyət deyil. Amma indi gəlirik buna. Bu 2 üstü 9-dur. Mən 2 üstü 9-u 16-lıqda göstərmək istəyirəmsə, bayaq yazdım, bir yanına 9 dənə 0 belə yazıb 4-4 qruplaşdırıb keçmişdik. 2-0-0 belə keçə bilərəm. Amma bunu da belə eləyirəm. Baxın, deyirəm ki, 9 4-ə bölünmür. 4-ə bölünsəydi rahat bir yanına yazardım. Bunu parçalayıram, yazıram 2 vur 2 üstü 8. Niyə belə parçaladım? İkinci vuruğu, bax, qüvvətə fikir verin, 8. 4-ə bölünən, qüvvəti 4-ə bölünən şəkildə saxlamağa çalışıram. Və bundan sonra belə deyirəm. Deyirəm ki, bax, 2 onsuz da 16-lıq say sistemində də 2-dir. Bunu da yazsaq, 1 yanında 8 böl 4. 2 dənə 0 olacaq. Bax, belə bir şey alındı. Və bunları da bir-birinə vursaq, uşaqlar sıfırlı ədədlərə vurmaq bütün say sistemlərində eyni cürdür. Normalda 2-ni 100-ə vuranda nə olur? 10-luqda 200. 16-lıqda da eyni şey olur. 2 yanına 2 dənə 0. 16. İndi burada mən bunun riyazi məntiqini başa salmağa çalışdım. Biraz da sadələşdirirəm. Da riyaziyyatı qoyduq kənara. 2 üstü 9 bərabərdir. 2 vur 2 üstü 8 yazdım. Məqsədim bunun 4-ə bölünən olmasıdır. Və bu 2 birinci rəqəmi göstərir. 8 böl 4, 8-də 4-ə bölüb buradakı sıfırların sayını tapırıq. Belə. Bunu başqa cür əzbərlədirlər, nə bilim, qüvvəti 4-ə böl, qalığa bax, nə bilim, neynə. Uşaqlar, o riyazi olaraq, belə deyək də, məntiq olan bir şey deyil. Sadəcə, belə deyək də, əzbərləyib cavabı yazmaqdan ötürüdür. Amma biraz əvvəl mənim sizə yazdığım hansı ki, 2, 16-lıqda da 2-dir, çevirdik, buna yazdıq, vuranda 10-luqda vurmaq kimidir. O işin riyazi tərəfidir. O formada başa düşsəz ki, siz birinci qruplarsınız, riyaziyyatınız yaxşı olmalıdır, daha rahat olarsınız. Keçirik növbəti nümunələrimizə. Növbət nümunələrimiz biraz da asandır. Deyir ki, onluq say sistemində olan 2 üstü 12 ədədini 16-lıq say sistemində göstərin. Bu asandır artıq uşaqlar. 2 üstü 12, 12 4-ə bölünürmü? Bölünür. Demək ki, bu ədəd 1 ilə başlayacaq 16-lıqda, yanında 12 böl 4-dən 3 dənə 0 gələcək. Bax belə. Və keçdik aşağıdakına. Aşağıdakı deyir ki, onluq say sistemində verilmiş 2 üstü 12 ədədini 8-likdə, bayaqçılar 16-lıqda idi, amma məntiq eynidir. 8-likdə də baxacaqsınız ki, ədəd nədir? 2 üstü 12. Bəs bu 2 üstü 12 ədədi 8-ə bölünürmü? Yəni 12 daha doğrusu 3-ə bölünürmü? Bölünür. Onda 1 ilə başlayacaq, yanında 12 bölünsün 3-dən 4 dənə 0. Bax belə. İndi
Bunu silirəm. Bir-iki dənə nümunə yazım buna aid. Tutaq ki, bizə verib 2 üstü 15 ədədini, onluq ədəddir. Deyir ki, 8-liyə çevir. Baxıram 15 8-ə bölünürmü? 3-ə bölünürmü? Bölünür. Əgər qüvvət 3-ə bölünürsə, ədəd 1 ilə başlayacaq. 15 böl 3 yanında da 5 dənə 0 gələcək. Bu şəkildə. Yaxşı, bu 2 üstü 12-dir. 1-dən 2 üstü 14 olsa, desə ki, 8-liyə çevir. 14 3-ə bölünmür axı. 8-likdə 3-ə bölünmə haqqında fikirləşirik. Onda bunu bax belə deyirəm. 4 vurulsun 2 üstü 12. 4 vurulsun 2 üstü 12. Yəni 2 üstü 2 vurulsun 2 üstü 12 kimi fikirləşin. Bax bu 4 olur birinci rəqəm. 12 bölünsün 3. Yanında da 4 dənə 0. 8-likdə. Yəni hər ikisinin məntiqi, 16-lığın da məntiqi, 8-liyin də məntiqi eynidir. Və artıq bunu dedim. 2 üstü 14, 16-lıqda deyir. 8-lik variantına baxmışdıq. Eyni cür eləyəcəyik yenə. 2 üstü 14. Deyir ki, bunu 16-lıq say sisteminə çevir. 14 4-ə bölünürmü? 16-lıqda 4 qruplaşdırır axı. 16-ya keçəndə. Bölünmür. Onda necə eləyəcəm bunu? Yazacağım 4 vurulsun 2 üstü 12. Bərabərdir. Birinci rəqəmim 4. 12 böl 4 yanına da 3 dənə 0 gəlir. Oldu 16-lıqda. Əgər bu aşağıdakı kimi bir ədəd verilibsə, uşaqlar, burada heç bir şey yoxdur. Sadəcə bunu bir dənə sadələşdirəcəksiniz. 8 üstü 6. 8 nədir? 2 üstü 3. Üstü 6. Oldu 2 üstü 18. Hara çevir? Nəyə çevirməliyik bunu? 16-lığa. İndi 16 4-ə bölünürmü? Bölünmür. Yazıram 4 vurulsun. 2 üstü 16. Bərabərdir. 4 birinci rəqəmdir. 16 böl 4 yanına da gələcək 4 dənə 0. Belə. Burada aldığımız ədəd 2 üstü 18 idi. Bir dənə də bunu bir balaca böyüdüm. Məsələn 2 üstü 18 yox, 2 üstü 19 olsun. 19 yenə də 4-ə bölünmür. Bunu da 16-ğa keçmək istəyirik. 4-ə bölünmür. Nə yazacağım? Yazacağım 8 vurulsun 2 üstü 16. Birinci rəqəm olacaq 8. 16 böl 4 yanına da 4 dənə 0. Oldu 16-lıq. Bir dənə indi testlər gələcək. Bir dənə baxarsınız görək ki, 16-lığa çevir deyir, yoxsa 8-liyə çevir deyir. Bax, əsas odur. Əsas odur. Praktik istəyir. Bəli. Müəyyən qədər indi evdə də videoya baxsaz, bunların üzərində işləsəz, yaxşı olacaq. Keçdik suallara. Uşaqlar, çoxunuz başa düşmüsünüz, amma biraz da praktik eləsəz, yəqin hamı başa düşəcək. 2 üstü 6, 8-liyə çevirməliyik. Baxırıq ki, 6 3-ə bölünürmü? Bölünür. 3-ə bölünürsə, demək ki, ədəd 1 ilə başlayacaq. Yanında sıfırlar. Sıfırların sayı necə tapırıq? 6 böl 3. 2 dənə 0. 8-likdə. 16-lıq desəydi, qüvvətin 4-ə bölünməsi bizim üçün maraqlı olardı. 32. Bəli. Deməli, 16-lığa keçirik. Qüvvət 8-dir. 8 4-ə bölünürmü? Bölünür. 1 ilə başlayacaq. 8 böl 4, 2.
Yanına da 2-dən 0. Oldu 16-lıq. Bu 2 qat xal verəcək. Diqqətli oluruq. 8-likdə göstərməliyik. 2 üstü 10 ədədini. Uşaqlar, 2 üstü 10 8-liyə çevirməliyik. Yəni qüvvət 3-ə bölünür, yoxsa yox? Bu maraqlıdır bizim üçün. 10 3-ə bölünür, bölünmür. Onda bunu yazıram. 2 vurulsun 2 üstü 9 olaraq. Buradakı 2 ilk rəqəm olacaq. 9 bölünsün 3. Yanına da 3-dən 0 gələcək. Yəni əgər 8-liyə çeviririksə, qüvvəti elə eləyin ki, 3-ə bölünən olsun. 16-lığa çeviririksə, qüvvəti elə eləyin ki, 4-ə bölünən olsun. 34. Uşaqlar, 16-lıq say sisteminə çevirməliyik. 2 üstü 19. 19 4-ə bölünürmü? Bölünmür. Onda bunu 8 vurulsun 2 üstü 16 şəklində parçalayırıq. Birinci rəqəmimiz olur 8. 16 bölünsün 4. 4-dən də 0 buradan tapırıq. Biraz əvvəlki testə uyğun. 2 qat xal. Bunu da düz yazın, diqqətli olun. Əvvəlki noxşları. Hı -hı. 2 üstü 22. 22 4-ə bölünür? Yox. Bunu 4 vurulsun 2 üstü 22 kimi fikirləşdik. 4 birinci rəqəmim, 20 bölünsün 4, yanına da 5 dənə 0. Sürəti artırırıq uşaqlar. Diqqətli oluruq. 8-lik say sistemi. 2 üstü 22 ədədi.
22 8-də bölünür? Yox. Nə edəcəyik? 2 vur, 2 üstü 21. Yenə 2 ilə başlayır. 21 bölü 3. Yanında da sıfırlar. 7 dənə sıfır. Hə. Uşaqlar, ədədlərin tək və cüt olması haqqında danışacağıq. Sadə bir anlayışdır. Baxın, ilk öncə sol tərəf. Bu çox asandır. Əgər ədəd 8-lik, 2-lik, 16-lıq, 10-luqdursa, həmişə eyni cür yanaşırıq. Məsələn, 10-luq say sistemində ədədin cütlüyünün təyin olunması necədir? Sonuncu rəqəmə baxıram. Sonuncu rəqəm cütdürsə cütdür, təkdirsə təkdir. Bax, bu hissədə də gördüyünüz bütün say sistemindəki ədədləri eyni cür təyin edə bilərsiniz. Məsələn, 1, 0, 4, 8-lik. Sonuncu rəqəm nədir? 4-dür, cütdür. Vəssalam, bu qədər. O birisində ikilik say sistemi, axırı 2-dir, cütdür. Bu şəkildə gedirik. Və ya gəldik bura, bax, 1, 0, B. A10, B-də 11. Bax, bu tək olur. Yəni, B-nin qiyməti 11-dir, 10-luqdakı qiyməti. Ona görə bu təkdir. Bax, yanaşmamız tamamilə belədir. Amma bu qayda ancaq və ancaq cüt əsaslı say sistemləri üçün keçərlidir. Cüt əsaslı. Yaxşı, bəs say sistemi tək əsaslıdırsa, məsələn, 5-lik, 3-lük, 7-lik, bu zaman nə edəcəyik? Bu dəfə yanaşmamız necə olmalıdır? Burada əvvəlcə mən sizə sadə üsulunu göstərim, sonra da riyazi olaraq onu yoxlayaq. Baxın, bunun rəqəmləri cəmi 4, 0, 1. Rəqəmləri cəmi 5-dir. Onda bu təkdir. Bunun rəqəmləri cəmi 1, 2, 1. Nə eləyir? 4 eləyir. 4. Demək ki, bu cüt ədəddir. Bunun rəqəmləri cəmi 2, 1, 3. Demək ki, bu tək ədəddir. Deyirəm, bəlkə bu mülahisə rəqəmləri cəminə görə tapdım. Tək və ya cüt olmasını. Deyirəm, bəlkə bu səhvdir. Gəl bunu yoxlayaq. Necə yoxlayacağım? 10-luğa keçirəm. 1 vurulsun 5-in kvadratı üstə gəl 0. Vur 5 üstü 1. Üstə gəl 4 vur 5 üstü 0. Bunu hesablasaq 25 üstə gəl 0. Üstə gəl 4. Nə oldu? 29 oldu. 29 tək. Demək düzüymüş. Gəldik bura. 1 vurulsun. Birbaşa yazaq da bunu. 3-ün kvadratı 9. Üstə gəl 2 vur 3. Üstə gəl 1. Buradan aldıq 9 plus 2 vur 3. 6 plus 1 nə oldu? 16 oldu. 16. Cütdürmü? Cütdür. Eyni qaydada gəldik bura. 7 1 vur 7-nin kvadratı. 49 plus 0 plus 2. Nə alırıq? 51 alırıq. Təkdirmi? Təkdir. Belə. İndi ümumiləşdiririk uşaqlar. Hər şeyi silirəm. Əgər say sistemi cüt əsaslıdırsa, 2-lik, 8-lik, 10-luq, 6-lıq və s. burada gördüyünüz kimi 10-luqda olduğu kimi. Sonuncu rəqəmə baxırsınız, təkdir, cütdür təyin edirsiniz. Əgər tək əsaslıdırsa, o zaman rəqəmlərin cəminə baxırsınız. Rəqəmlərinin cəminə. Və suallarımız. Bunlar true false-dur. Doğru və ya yanlış. Uşaqlar, axırıncı rəqəmimiz F-dir. F-i 10-luqda fikirləşin, 15 deməkdir. Yəni təkdir. Diqqətli olun. 39. Bəli, sonuncu rəqəmimiz 7-dir, yəni bu təkdir. Yanlışdır bu, cüt ədəd deyil. Qırx. Bəli, ikilik say sistemindədir, cüt əsas say sistemidir. Sonu 0-dır deyə cüt ədəddir. Doğrudur. Diqqətli oluruq. Uşaqlar, 5-lik say sistemidir, yəni tək əsaslı say sistemidir. Nə edəcəyik? 1 plus 4 bərabərdir 5. Rəqəmlərin cəminə baxırıq. Eləyir 5. Demək ki, tək imiş. Cüt deyil. Yanlışdır bu. Və son sual.
Rəqəmləri cəminə baxırıq. Tək əsaslı say sistemidir. Olur 9. 9 nədir? Təkdir. Demək ki, bu ədəd də tək imiş, yəni mülahisə doğrudur. Uşaqlar, nəticələrimizə baxaq. Nihat, 3-cü yer. Rəhman, 2-ci yer. Və Gülay, 1-ci yer. Cavad, Zəhra.